Salamlar olsun bütün dünya Azərbaycanlarına, o cümleden beni sevenlere de, sevmeyenlere de. Sevmeyenlere de Allah Teala ağıl versin, ağıllı olsunlar. Devletimizi, prezidentimizi, galip prezidentimizi, demir yumruk prezidentimizi sevsinler. Benim əzizlərim, ben bir keçmişi gören adam kimi 1988-ci ildən bu siyasetin içinde olan adam kimi ben tarix boyu imkan vermərəm ki, bu cür Azərbaycanda analığı olmayan, heç ağla gəlməyən qələbələri qazanan prezidentimizin ardıca bu qədər şərəfsizlik, oğraşlıq eləyənlərə mən cavab verməsəm mümkündür. Bu mənim qanımdadır. Bəzən biraz qobud cavablar verəcəm. Bütün Azərbaycan və qadın, kişi, hamımızdan sizdən xahiş edən məni bağışlayasınız. Görün nələrdir. Mən bir sizə sujet göstərim, ondan sonra yani ona cevap verim. Hakimiyyəti ələ keçdirmək, böyle ələ keçdirəcək, böyle. Tanmırıq ki bunu biz. O vaxtında demişik, bu vaxtda deyirik. Tanmırıq ki. Azərbaycanda İlham Əliyev rejimini devirəcək, hakimiyyəti ələ keçdirəcək. Qurardı getdi. Məsələ bu qədər bəsitdir. Burada bir çox ağıllı insanlar bilir ki, bunu eləmək lazımdır. Eləyəcək də inşallah. Gördünüz mü benim əzizlərim? Bu Rafael Piryev'dir. Bərdə rayonundandır və çox şərəfsizlik, oğraşlığıyla məşğuldur. Orada İmmino ermənilərlə də əlbirdir. Mən sizə dəqiqdim, həm Azərbaycandan gedən ermənilərlə, həm də orada yaşayan ermənilərlə bunun əlbirliği var. Sən, Rafael, sən dövlət çevrilişinə çağırırsan və İlham Əliyevi devirmək istəyirsən, hə? İlham Əliyev devirmək istəyirsənsə, İlham Əliyevi utmaq istəyirsən, gəl seçkidə adamın gəlsin, iştirak eləsin. Amma zorla çağırış edəsiniz, cənab prezidenti nətədələ devirmək, Azərbaycanda çevriliş etməyə çağırış edirsən. O sənin tərəfdarların var, ha? Qabil Məmmədovdur, Manaf Cəlillidir, Turan Sadıqlıdır, Orduxandır. Bax, hamımıza bir yerdə deyəm, mən cavabını verirəm. Bax, bunu çevriliş edə bilərsiniz. Bax bunu. Bax bunu. Ha, bunu çevriliş edə bilərsiniz. Mən sizə deyirəm. Ondan da başqa. Yenə də üzr istəyirəm mənim xalqımdan. Məcburam bunu deyəm. Götüz var, gəlin cavabını ver. Götün var, gəl Azərbaycana. Oğraş, köpəyoğlu biqiriyyətlərə durub çaqqal kimi orada hürməyiz. Mən, bəli. Mən Vaqif Cəllabatlı, Vaqif müəllim sizə bu cavabı verirəm. Pederazlar. Sizə lazımdır torpaqlar verilsin, oyun oynayasınız, bundan pul kazanasınız, var dövlət tutasınız. 275 yıl bu dövləti püskünə qoyan, tut elə Məhəmməd Mirzəli olsun ya digər olsun. Məhəmməd Əmin Rəsulzadə qaçıb. Ayaz Mütəllimov qaçıb. Vəzirov qaçıb. Sizin Elçivəyev, Keçibək qaçıb. Siz kimi tərifləyirsiniz? Azərbaycanın müstəqilliyini bu bərpa edən və Azərbaycanı bu dəqiqə qoruyub saxlayan Ümumliderin siyasəti, Heydər Əliyevin siyasəti və onun davamçısı İlham Əliyevdir. İlham Əliyevə qarşı çıxanın anası ağlamalıdır. Ağladar oğdanızı. Oğraşlar, biqiriyyətlər. Öpürəm mənim əzizlərim, bağışlayın bu sərt çıxışıma görə.